Yeni adi günlerden biri dostlar, minirik Qozan Nivamıza gedirik. Biz hara? Şabrana gedirik. İşimiz var orada. Qozan Nivada özün yaxşı göstər. Hamı soruşur ki, Alevi buna necə gəlsən? Ha, gəzirəm də, çox rahat maşındır, çox əla maşındır. Keçən dəfə offroadda da gördünüz. Və biz gəldik bu Şabrana, gördük hər tərəf qar və otelə yerləşirik. Bura həm ziyarətdir, həm ticarət. Uşaqlara deyirəm, mənim gözlüyüm burada. Ata gedir işə. Şabranın Sincanboyat kəndinə gedirik. Çünki Coca-Cola içəcək şirkəti dostlar bura su çəkib. Mən həmişə kolanı sevərək içirəm. Mənim sevdiyim markadır və sevdiyim markanın bu işini də həmişə alqışlayıram. Su ehtiyatları agentliyi ilə bir yerdə Şabra rayon icra hakimiyyətinin dəstəyi ilə və Ekohabın da təşəbbüsü ilə bu kənd fasiləsiz su ilə təmin olunub. Dostlar 855 sakin artıq rahatlıqla sudan istifadə eləyəcəklər. 6 kilometrlik xətt çəkilib və gördüyünüz kimi məhsul şəxslər çıxış eləyirlər. Hər bir suyun damlasının qədrini biləyin. Suyu israf etmək olmaz, çünki su həyat mənbəyidir. Qazsız, işıqsız yaşamaq mümkündür, amma susuz yaşamaq çox çətindir. Bunu kənd sakinləri çox yaxşı bilir. Hamı sudan içir, hamı məmnun. Tədbirimiz də burada bitir. Coca-Cola şirkətinə təşəkkürlər. Bu layihənin inşallah davamı olacaq.